Bu gün biz sizi bu Azərbaycanın gözəl güşəsinə dəvət etmişik və istərdik ki, bizim kimi siz də bu gözəllikdən həzz alasınız. Yəqin maraqlanacaqsınız ki, hardayıq? Bugün Xızı dağlarındayıq. Bizi mavi səma ilə yaxınlaşdıran bu dağlar təkcə Xızıllar üçün deyil, hamımız üçün doğma və əziz bir məkandır. Axı bu dağlar bizə məğrur sözlü Cəfəri bəxş edib. Kövrək rübablı müşfiqi yetişdirib, Seyfəddin dağlı qələminə gülüş verib. Bu dağların sinəsi doludur. Elə doludur ki, hərdən heç sözün də buna gücü çatmır. Belə bir məqamda sözün köməyinə musiqi gəlir. Xızı dağları yalnız sözlü deyil, həm də görürük ki, sazlı, avazlıdır. Mən indi elə həmin səda ilə bu dağdan biraz aşağı düşürəm və istəyirəm ki, görəm ki, burada o səda hardan gəlir. Qarmonun səsini yəqin ki, siz də eşidirsiniz bu gözəl melodiyanın. Mən istəyirdim ki, bu gözəl güşə ilə sizi tanış eləyim. Buradakı gənclər də çıxış etsinlər, sizinlə tanış olsunlar. Eşitdik ki, gözəl ifaçı, musiqiçi Nizami Əsgərov öz doğma yerinə baş çəkməyə gəlir. O, öz ailəsi ilə buradadır və kökü də elə buradandır. Və çox istərdik ki, biz də onlara qoşulaq, görək ki, Nizami bu yerləri necə xatırlayır. Nizami, bu gün biz sənin elə bu çalğını, sədanı, səsinə gəldik bura. Səni bu doğma yerlərə gətirən nə olub bu gün? Şəlalə xanım, bildiyimiz kimi ata yurdu. Hər bir Azərbaycanlı, mən belə başa düşürəm ki, vətən onun üçün hər şeydən əzizdir. O da vətən də bizim ana vətən deyirik, onu səhv edemirik. Ona görə ki, ana qədər müqəddəs, anadan da bəlkə də artıq vətəndir. Heç şübhəsiz ki, bu torpağı məni, Xızı torpağına, bizim torpaqda uyuyan, torpağın dahiləri, klassikləri çəkir, çağırır. Onların ruhudur, məsələn, şad olsun. Tez-tez gəlirsən bura? Tez-tez deyəndə elə yay vaxtı, o çox vaxtı burada olur, keçirik. Bizim ailə də burada dindir, görəcək səhiddirlər hamısı. Birazdan keçərik onların da yanına. Mən özüm istədim ki, biraz özümüz söhbət eləyək, sonra da onlara qoşulardı. Bu, vətən deyəndə ana torpaq. Bizim üçün Azərbaycanlı, hər bir Azərbaycanlı üçün hər bir şeydən əvvəl onun torpağı vətənidir. Hamımız harada da olsa, bir anlığı da olsa vətəni yaddan çıxarmırıq. Çalışdığımız qədər istəyirik ki, gedək orada torpağa deyək gələk. Bəzi burada mərhum Cəfərin ruhu var, Müşfiqin ruhu var, Məhəmməd Ali Dadaşzadənin ruhu var, Seyfəddin Dağlının, Cabir Novruzun ab-havası gəlir, Ağasəxanın ab-havası gəlir, Əmirsən Məcidovun, nə deyim, çoxdur maşallah, Zeynəb xanımın, Şəfiqə xanımın. Mən də çalışmışam ki, heç olmasa öz musiqi ilə də olsa xalqımıza,
əvvəli bütövlükdə Azərbaycan xalqına, sonra da ki, öz həmvətənlərimə nəsə mən də ərmağan bəxş edə bilim, onların adından iştirak edə bilim. Bayaq sən qarmonda ifa edəndə mən gördüm ki, bu dağlar sənin qarmonun ahəngi ilə elə bil ki, öz ürəklərini bizə boşaldırlar. Deyir, yaxşı ovçunun tüfəngi yanında olar, gözəl şairin, yazıçının qələmi əlində. Bizim də ki, bacardığımız musiqidir, həmişə o mənimlə olur qarmon. Darxanda yoldaşlar yığışır, xahiş edirlər. Onlar da məsələn həsrətlə istəyirlər, görürlər efirdə, yaxud indi bir məclislərdə görürlər. İstəyirlər nizam biz canlı olaraq ifa ilə edirəm onlar üçün. Bir də ki, bu dağlardan söz işləyib. Əlbəttə ki, bu qədim uca dağlardır. Bunlarda bizim babalarımızın ruhu yatır. Mənim əmim gözəl aşıq sənətinin bilicilərindən biri olub, Aşıq Əsgər. Gənclərimiz də başa düşürlər ki, ata yurdu boş qalmamalıdır, baba yurdunu dirçəltməlidirlər. Çox gəliblər. Məsələn, mənim elə bizim qonşularda nə qədər var. Biz özümüz hər il gəlirik. Onlarla nəinki gənclərə, bir dənə sözdüm sizə ki, bu yaşlı adamlarda elə burada ucqar kəndlər var ki, ora məsələn heç ağla gəlməsi gəlir. Gəlib orada ev, material gətirirlər, ev tikirlər, köhnə baba yurdlarını bərpa edirlər. Əlbəttə ki, baba yurdudur. Bu, istərsiniz torpaq çəkir bunu. Xızı dağlarına çox dolaşdıq. Bugün elə bil bu dağların gözü yoldadır, qulağı səsdə. Bu dağlar qoca nəslin qayğısını çox görür, uşaqların şaqraq səsini çox eşidir. Görmədiyi, eşitmədiyi bu dağlardan uzaq düşmüş gənclərdir. Xızı dağları öz gözəlliyini əsirgəmədən onları bəxş etməyə hazırdır. Mavi ekrandan belə bu gözəlliklər insanı məftun edir. Xızı gəncləri, bəlkə siz bu kadrlara daha diqqətlə baxasınız. Bəlkə heç kəsin görə bilmədiyini, eşidə bilmədiyini siz görəsiniz, siz eşidəsiniz. Yuxarıda gördüyünüz kənd Atamgilin kəndidir. Hər dəfə deməli istərəm, o nostalji deyirlər, həmin o təəssüratlarla Atamgilin kəndini seyr edirik. Və çox qəribədir ki, ondan da aşağıda Anamgilin kəndi yerləşir. İstər-istəməz bura bizi çəkir. Elə bizdən ötürü bura nəsə bir müqəddəs bir yerdir. Mən də olmayanda siz özünüz fikir verirsiniz ki, bizdən qabaqda gedirdi maşın. Böyük qardaşım Vaqif özü elə ani olaraq saxladı maşını. Vaqif müəllim, bura gələndə hansı kəndə tez-tez baş çəkirsiniz? Bu kəndimizin yolu biraz pis oldu. Orada çıxmaq olmur. Hələ buradan gedir Anamgilin kəndinə zaten. Bəs o bir tərəf incimir ki, eşidəndə ki, siz gəlmişsiniz, ora getməmsiniz. Yox, incimirlər.
Gedirik də, o başqa maşına gələndə o çətin çıxmaq olur, pisdir yol. Bizim aləmdə, müsəlman aləmində deyir, yuxarıda Allah Taala, yerdə də hər bir şəxs üçün atadır. Mənim də atam Cəlilullah kişi dünyasını dəyişib. Allah rəhmət. Bizim ata əvəzimiz də Ağbirçək anamız olub. Abdullah bəy öz oğlu Əli ilə Amsterdam şəhərindən gəlib Qallandiyada yaşayır. Məni qan çəkir bura, qan çəkir. İllər bundan qabaq atam buraları tərifləyərdi, buradan danışardı. Çünki bu uşaqlıqda burada geçmişdi. Sonra hər zaman Astarıya gələndə Astardan bu tərəfi göstərərdi bizə, tərifləyərdi. Ona görə bir zehnimizdə bir tədaimanı var idi hər zaman, tədai. Ona görə hər yer vardı, gedəcək çox yerimiz vardı. Ancaq bura biz gelirik, bəli. O ata diyarı, ona görə. Siz həm də ki, bilirəm, şairsiz. Sizin gözəl şeirləriniz var. Və bu yerləri görəndə hansı şeir keçir ürəyinizdən? Qürbət şeiri, həsrət şeiri, bəli. Deyə bilərsinizmi? Ay ayrı qalan baş, niyə candan uzaq idin? Cansız necəsən tək başına bunca sağ idin? Biz dərdi çəkən gündən eşitdim sayaq idin. Olma nigaran, yatmamışıq, bizdə sayaq çox. Babək kimilər vardı hələ, bizdə dayaq çox. 40 ildir sənin həsrəti mən çəkə bildim. Gönlümdə mühəbbət toxumun mən əkə bildim. Göz yaşımı gəldim, ayağında tökə bildim. Hər kəs mənə canan dedi, mən can belə oldum. Bu körpə balamla sizə qurban belə oldum. Gəldim sizi gördüm, nə üzüldüm, nə söyündüm. Vay vay deyərək qaldı gözüm arxada döndüm. Ömrüm boyu mən Azərbaycana öyündüm.